Salam dəyərli azəportal.com izləyiciləri, mən Samir. Növbəti bir HTML dərsimizdə hər birinizi xoş gördük. Deməli dostlar, bu video dərsimizdə sizlərə HTML-də mətin formalandırmasından danışacağım biraz. Deməli, mətin formalandırması deyəndə nə nəzərdə tutulur? Əvvəlcə HTML dosyamızı Notepad++-mızda açaq. Deməli, mətin formalandırması deyərkən sözləri qalın yazmaq, italik yazmaq, altı xətli, üstü xətli, balaca, böyük bu nəzərdə tutulur və ikinci olaraq da mətinlərimizin boyutu, yəni şriftin böyüklüyü, kiçikliyi, rəngi və hansı fontda yazılacağı bu haqda danışacağıq. Buna görə bu video dərsimiz iki hissədən ibarət olacaq. Bu, belə deyim, ilk hissəsində sizlərə mətni qalın yazmaq, asan belə deyim, etiketlərdən danışacağım məsələn. Belə deyək, bu hissəni bir tamamən silək. Deməli, dostlar, vaxt itirmədən başlayaq. Bu dərsimizdə B, U, I, big, small etiketlərini və deməli sub və sub etiketlərini gördüyünüz bu və bir dənə də etiketimiz var ki, onu da unutmayaq, del etiketi. Bu etiketlərimizi öyrənəcəyik. Əvvəlcə etiketlərimizi bağlayayım. Üzr istəyirəm. Bir deyəsində eləyək. B etiketimiz sözlərin qalın yazılmasına yarayır. U etiketi sözlərin altından xətt çəkməyimizə yarayır. I etiketi adından da bəlli olduğu kimi italik yazılmasına yarayır. Big etiketi böyük sözlər yazmamıza yarayır. Buna da salam yazaq. Small etiketi də adından bəlli olduğu kimi kiçik sözlərin yəni daha kiçik formatda yazmamıza yarayır. Sub etiketi bir sözün yuxarısında, məsələn, bura salam yazıram. Sub hissəsinə yenə salam yazaq. Sub etiketi isə mətnin altından balaca şəkildə yazmamıza yarayır sözü. Yenə eyni ilə bu formada yazaq. Del etiketi isə üstü xətli şəkildə yazmamıza yarayır. Etiketlərimizi tamamladıq. Belə eləyək. BR etiketi də əlavə edək ki, belə deyim, bu fərqləri daha aydın şəkildə görmüş olaq. Deməli, BR etiketlərimizi də əlavə etdik. Ctrl save deyirik. Ctrl alt shift R düyməsini sıxaraq HTML səhifəmizi çalışdıraq. Gördüyünüz kimi ilk etiketimiz B etiketi idi. Qalın şəkildə yazdıq. Ondan sonraki etiketimiz U etiketi idi. Altıda xətli şəkildə yazıldı. İtalik etiketi I deyək. Etiketində salam sözümüz daha belə deyim, yana yatmış şəkildə yazıldı. Big etiketimiz salam sözünü daha böyük formatda, small etiketimiz salam sözünü daha kiçik formatda yazdı. Sub etiketimiz salam sözünün yuxarısında kiçik formatda salam sözünü yazmağa yaradı ki, bu nə üçündür? Məsələn, x üstü 2, x-in kvadratı, x-in kubu belə sözlər yazacaqsınızsa bu formada yazacaqsınız. Sub etiketi salam sözünün aşağısından xırda formatda salam yazmamıza yaradı. Və son olaraq da del etiketimiz salam sözünün üzərindən xətt çəkməyimizə yaradı. Bu etiketlərimizin hamısını bir yerdə istifadə edə bilərsiniz. Məsələn, bura U etiketimi və I etiketlərimi də əlavə edim və axırda U etiketimi və I etiketimi bağlayayım. Çalışdırdım.
F5 eləyək. Gördüyünüz kimi həm qalındır, həm italikdir, həm də altı xətlidir. Ümid edirəm ki, dərsimiz aydın şəkildə izah olundu. Əgər dərs haqqında hər hansı bir sualınız olarsa, rəy qismində mənə bildirə bilərsiniz və yaxud Facebook səhifəmizə yollaya bilərsiniz. Bizə YouTube-da abunə olmağı unutmayın. Bu video dərsimizdə bu qədər. Digər video dərsində görüşmək üzrə. Özünüzə yaxşı baxın.